Yoldaşım geldi. Dənizə biraz dərmanlar tapşırmışdım. Onu alıb. Daha sonra burada bir mişil alıb. Heç Araz marketten alıb deyəsən. Belə bir verməsil qovrulmuş 1 kilogram tac. Ama büyük değil paçkası. Sonra ne alıb? Hem Arazdan hem Ala girib. Kofeler. Belə özünə deyəsən çorab. Yəqin kasa yanında görüb. Bunlar nədir? Ha, bunlar üzünü yemək. Hansı markadır? Bu markanı hiç çok sevmirik. 2 adet ona belə yemək. Üzüyə. Yine kofe. Hiç onu göstermeliyiz, bize lazım değil. Ben böyle duruyor. Başka? İşlə gəlmişik bazara. Çoxdan da gəlmirik, hə? Ayliş. Bazarda 4'ü bir manata deyir. Falan gezip girmişti. Dedi ki, yox, bazara oturulur. Heç nə almaq mümkün deyil. Aliş məktəbdən çıxıb yorulub. Hə? Rəngləri qəşəngdir. Bunları şaxta vursa da sonra açır deyəsən. Hə? Bu da qəşəngdir. Asılqanlı laf yaxşı. Stilidir var. İçində çiyələk də var. Hə, bilirəm də. Çiyələk var üstündə. Hə, valla bax, orada. Gülü değil, nedir? Yo, yo, şey yaşıl. Bax, bax. Aradan bax, oradadır. Görmədin? Bax, ora bax. Rengi. De. Burada mama. De. Bax, bax, hə. Bunlar da geçin. Həyətə ekmeği. Git bakım. Bak balıklar. Alişə top aldı xalalar. Hər dəfəsində mütləq oyuncaq aldırmalıdır, mütləq. Baxın bunlara. Nə balığıdır bu belə? Ne oldu? Təmizləməyinə baxırsan. Göyətlər. Gəldik məktəbə. Bazardan çıxıb. Dəniz geni çıxmağına çox az qalıb. İndi onları gözləyirik. Ayliş də yanımda. Ne mama? Ya. Gün var, hava istedi, bayaq soyuq idi, sər-sər. Külək idi, yorulub Ayliş. Oh. Gözləyə çıxsın bacılar. Kölgəmizə bax. Mamam da. Ayliş qucağımda oturub. Əsallar oradan, kölgədən.
Bilmirsən canını sıx şey. Dəniz necə məndə? Gəldik və artıq evdəyik. Tez elə bir şey almamışam işlətən bir şeydə. Belə ailə topalıq yolda göstərmişdi ailə sizə. Ne oldu orada? Qapını öpsəniz. Sən də topalı ailənin özünə hər dəfə mütləq oyuncaq almalıdır. Belə bir topalı. Daha sonra belə 3 paçka yuxa almışam. Yuxa istədik ki, nəsə deyilir. Bu da 3 paçka yuxa. Belə bu nədir? Kəvər. Daha sonra göy soğan və keşniş. Belə 5 ədədi 1 manat idi. Belə 5 dəstə göyərti. Deməli, daha sonra belə 3 kilo alma, biraz da üstündən uşaqlara indi yudum verdim, alma. Daha sonra təzə toyuq endirimdəydi. Elə bazardan aldıq. Belə bir dənə belə. İkisinə 13 manat verdik. 2 ədəd belə toyuq 13 manat. Daha sonra nə almışam? Belə bir dənə domestos bazardan. Paraşok yeri var, satırlar oradan. Bir dənə domestos. Belə 2 dənə qutqa. Mən paçka ilə də alıram, çatmır. Belə təzə sabunlar gəlmişdi. Belə 2 ədəd sabun. Belə 2 dənə corab. Nike yazılır. Belə corablar. Daha sonra 1 kiloda belə paraşok adresi. Sonra nə almışıq? Bir də belə Araz marketdən Bonibon bu konfetdən ölürəm. Bonibon. Bir də belə bir konfet. Bir tane gün də yemişdim. Bundan xoşum gəldi. Bir ovuc belə götürdüm. Və belə qısa aldıqlarım bunlar. Bir də kartofla 5 kilo kartof, 3 kilo da soğan almışam. Onlar da həyətdədir. İnanırsınız, kartof 1.70, 1.80, 1 manat 50 qəpik. Yəni belə də xoşa gəlməyənlərə, soğan da həmçinin də eyni rəqabətdədirlər elə bil. 5 kilo kartof, dediyim kimi 3 kilo da soğan almışam. Onu həyətə qoydum da, yəni çaya qaldırmamışdım. Burada yoxdur deyənə göstərə bilmədim. Böyle bu da kiçik bazar gəzintimiz. İndi tez başlayıram cüyərtləri təmizləməyə. Bir də tez toyuq pişirməliyim, toyuq sozu. İstirarsan, saçma eləmə. Çox xahiş edirəm Aylin. Tələsdirəm. Yeməyin əslində var, mərci də var, nə bilim, biraz verməşir var. Amma ki, istəyirəm nəsə ürəyim sozu istəyir, həm mamam da istəyir. Ona görə istəyirəm tez pişirəm, belə. Ay aman, kəvər nə yaman. Palçıqlıdır. Belə istəyirəm bu qumlarını yiyor. Buradan çox pis ışıq düşürür. Burada elə belə üstündən su axıdıram kəvəri. Daha sonra bu aralarında qumlar var. Qumların üstündən axıtdım. İndi bunu bura qoydum. Təzdən burada su, bol su da yuyacağım onları. Daha sonra keşnişi temizleyeyim. Bir bakmak lazım. Şimdi kitleyelim. Şaparsan kitme. Yok o elə atlası top değil. Yani o sen topundan değil. O yüngü topdur. Her şey eləmək ama ağlayacaq gecə ilə. Bana değil. Olmaz elə eləmək. Mama. Can. Mama. Ne
Ne güzel kırmızı soğanlı. De, diyebilirsin. Ben elimde dizdim bu sonra yedim. Sonra yedizdir de. İndi imkan verişimizi göre. Bazar o kadar bahalıydı, o kadar bahalıydı. Ot da ot. Ne bileyim, Allah herkese ruzi yetirsin, imkan yetirsin. Az da olsa istediğini alıp yiyebilsin. Qiyafətlərdən də soğan, kəvər, bir də keşmiş götürmüşəm. O bizə heç yaxşı deyil, həm də bizə yeməyə lazımdır da. Çok güzel çizim ya. Ha, yeməyi var, gör. Buna bak, dur şuna. Sushi ne bu? Sushka. Sushka, nədən narazısan, Sushi? Hər şeydən narazıdır, hər şeydən. Ver. Hə. Güzel oldu. Oy, oy, oy. Daha sonra. Nasıl bombalı? Hala baba bu ne sürçümende beraber çekip gidiyorlar. Ben at koymamışım. Qoyarsan. Ayağım var. Baba. Bana uyudu şu anda. Çox palçıqlıdır, çox. Belə də olsun, biraz suda qalsın. Bir iki dəfə də onda yiyorum. Suda. Gətirin toyuğu da doğrayım. Əti tez doğradım, qoydum burada qaynayır, pörtlənsin. Daha sonra kartofu soğanını da soyum. Evet, sabah da yiyorum. Evet. Ha, söndür, suya geçten çıkalım. 6'ya kadar. Ama sonra altı ikisi verir. Ha, hiç önemli. Saat altı ikisi. Bugün de bizim. Bir su kadar gelip yaptırmadım sana Allah'ım. Bravo. Ya o şey söndü, sabah sayılır. Ama takısı. Tamam, tamam. Hayatı ben şey kaşık vereceğim. Güzel. Mama, sen tamam, ben nasıl hiç sadık tarım. Söndü, alsın yok. İyi. Güzel. Böyle bunları da hazırladım. Daha sonra Aynen, o topu yığıştır. Tez. Yığıştır ürəyini, yığıştır. Yemeğimize bakın. Can. Kurusu bu, ha. Hansıdan da istiyorsun? Büyük kapalı ama. Bunu al, at koy içine. Sürsen çeyesen tamam ben kendim. Ha. Burada kaynadı bu böyle. İndi istirəm ucu. Biraz da kaynasın. Sonra. Bezmirsən sən onu çalmaqdan. Ne sallayacağım? Bu da var. Kartofları kubik eləyəcəm, nazik balaca. Tez pişsin deyə.
Açdın, qoydun. Hə, mama. Hansını bilmirəm. Hə, o olmalıdır. Aç danış. Belə qovururam. Soğanı da, kartofları, indi ətini də tökəcəm. Belə qəşəng qovurulsun. Qaynayır, qəşəng. Qaynasın. Mən də çay da dəmlədim burada. Çayımızı içək, yeməyimizi yeyək. Göyərtimi də qəşəng suya qoymuşam. Belə bol suda yumuşam. Yenə də yuyacam, yumağa davam edirəm. Rahat 1-2 dəfə də yuyacam hələ. 2-3 dəfə suyunu dəyişmişəm. Yeyildi, bu qədər qalıb. İndi balaca bir qazana boşaldacam. Qablar biraz yumuşam. Bir dənə qazanı da yuyacam. Bir tərəfdən də çay içirəm. O qədər susadım bugün. Mən ümumiyyətlə 2-3 saat çay su içmədimsə elə oluram. Qan qıyıram, bizim dildə deyirlər. Yəni çox suyuram. Qazın vəziyyətinə baxın. 2 dəqiqə ilə günə düşdü. Qəşəng təmizləyək. Duruluyaq. Ən azı 2-3 dəfədən çox durulamaq lazımdır. Çünki qara qazda çox ləkə qalır. Görürsünüz, nə tərs. 2 dəfə duruladım. Daha sonra bunun ən çox istifadə edilmişini saxlayıram həmişə ki, qazın üzərini qurulamaq üçün. Belə olur. Can, Dəniz necə öskür? Dəniz, dərman iç də! Dərman içsin. Belə, baxın. Qəşəng oldu, tərtəmiz. Çayniklərimin də üzünü sildim. Səhər yuyuram, deyən indi yumadım. Belə, bura oldu tərtəmiz. Qoydum. Yuxarısı da təmizdir. Yavaş-yavaş işlərim yekunlaşır. Gedim mən də artıq biraz dincəlim. Bu videomuzu da burada bağlayaq. Sağ olun. Növbəti bir vlogda, videoda görüşmək ümidi ilə. Görüşürüz.